Hamıya salam. İndiyə kimi getdiyim bütün məclislərdə saçlarını niyə düzləşdirməmisən? Bir də çox səliqəsiz görünür sözlərinə məruz qaldığım üçün mən 90% hallarda düz saçla görmüsünüz. Amma mənim saçlarım buruqdur. Gəlin bu gün onları birlikdə şəkilləndirək. Burada tökülən saçlarımı mən necə hələ də keçal qalmamışam axı baxışı ilə süzürəm. Daha sonra həyatımın ən düzgün qərarlarından biri olan bu daraqla biraz daha darayıb keçirəm hialuronik asidə. Açığı gözlədiyimdən çox daha əla effekti var. Çünki saçımda nə saç qıran var, nə də yanıq. Saçım yağlı tip olduğu üçün əvvəllər heç saç yağı istifadə eləmirdim. Sonra başa düşdüm ki, saç dərim yağlıdır. Saç ucumun nə günahı var? Və beləliklə saç uclarımı yağlama prosesi ilə saçlarımın daha parlaq olduğunu kəşf elədim. Burada hər dəfə bu son deyib uzandıqca yenə kəsdirdiyim çolkalarımla güləşir. Daha sonra buruq saçlar üçün olan sprey ilə saçımı biraz daha necə deyərlər ovuşdururam. Gördüyünüz kimi heç bir məhsulu birbaşa saçıma yox, ilk öncə əlimə tətbiq edirəm. Çünki bir püskürtmə ilə saçımın sadəcə bir hissəsinə tətbiq etmiş oluram, həm məhsul israf etmiş oluram, həm də saçlarım ağırlaşır. Saçlarınıza qulluq edin, onları sevin, həmişə gözəllikdə.